Bugünkü səmimi söhbətimizin qonağı şair Rayət Əli. Xoş gördük Rayət müəllim. Xoş gününüzə gəlmişik. Mən də hər birinizi salamlayıram. Rayət müəllim, özünüzü izləyicilərə necə təqdim edərdiniz? Kimdir Rayət Əli? Rayət Əli həm müəllim, həm də poeziya ilə məşğul olan şair Rayət Əli. Elə oxuculara mən bütün şeirlərimi, yazdıqlarımı Rayət Əli ləqəb təxəllüsü ilə çatdırmağa çalışıram. Rayət müəllim, siz həm müəllim, həm də şair kimi tanınırsınız. Gəlin söhbətə poeziyadan başlayaq. İlk şeiriniz yadınızdadırmı? Nə barədə idi və onu yazmağa sizi nə vadar etmişdi? Əlbəttə yadımdadır. Heç gənc vaxtı sevməyibsən, heç sevməmisiniz. Hamısı sevgidən yaranır. Bütün ilk şeirlərin hamısı sevgidən yaranır. Və o şeir bu dəqiqədə mənim yadımdadır. Ancaq bir şey deyim ki, gənc vaxtlarında yazıldığına görə o şeir indiki yaşımdan səslənmədiyinə görə onu nəzərə alın, ancaq desəm yerinə düşər. Orada o şeirimdə mən deyirəm ki, şəhla gözün, qələm qaşın tərsinə, bələd olan yolu getməz tərsinə. Bu sevdanın avandı nə, tərsi nə, həsrətin cəfası var cəfası. Tər buxağın müşk əmbər qoxuyur, bülbül gülə, güldən çələk toxuyur. Arif olan gözlərindən oxuyur, gözlərin şəfası var şəfası. Çarəsidir, dərmanıdır bu göz əl. Səni görən heç çəkərmi nə gözəl? Gəl rayətdən əsirgəm ağa gözəl. Bu sevdiyə, vəfası var vəfası. Var olun Rayət müəllim. Rayət müəllim, şeirlərinizdə duyğularla bərabər milli ruh da hiss olunur. Poeziyada əsas mövzular nələrdir? İlhamınızı adətən nədən alırsınız? Bayaq dedim, sevgidən. Duyğular müxtəlifdir. Var şəxsi duyğular, bir də vətənə, təbiətə, gözəllik olan duyğular. Bunlar da birləşəndə gözəl bir poeziya yaranır. Ədəbiyyata marağınız uşaqlıqdan idimi, yoxsa sonradan mı yaranır? Qazaxın Kosalar kəndindəki mühit bu ilhamın formalaşmasında rol oynayıbmı? Əlbəttə oynayıbdır. Qoy əvvəlcə onu deyim ki, mənim ədəbiyyata marağım lap uşaq vaxtlarından olubdur. Biz o vaxtları nağıllarla, dastanlarla böyümüşük. Aşıq Ələsgəri, Tifarqanlı Abbası, Aşıq Qurbaninin dastanlarının hamısını əzbərdən bilirdik biz. Və sonralar bu demək ki, aşıq ədəbiyyatına olan maraq gətirdi məni poeziya çıxartdı. Və təbii olaraq Qazax rayonunun Kosalar kəndi mühit də öz sözünü deməmiş olmazdı. Demək, mən əvvəlcə onu deyim ki, bəli, Qazax rayonu hamıya yaxşı məlumdur ki, həm pəhlivanlar diyarıdır, həm də şairlər yurdudur. Bax, bu Qazax rayonunun şairlərinin yazılarına həsr olunmuş, demək, antologiyadır. Görürsünüz, böyük bir, həcmli bir kitabdır. Potensiala baxın. Bax, bu kitab isə mənim yaşadığım, dünyaya göz açdığım Kosalar kəndinin şairlərinin, yazarlarının məhsuludur. Əgər kiçik yaşlı uşaqları, məktəbliləri, gəncləri nəzərə almasaq, bu kitabda bizim kəndin 28 nəfər şairinin, yəni yaradıcı insanın şeirləri burada öz əksini tapır. Əlbəttə ki, bu mühitdə yaşayan hər bir kəs elə şair olmalıdır. Rayət müəllim, Sonra qoy bir nə deyim, yadımdan çıxmamış. Demək ki, Kosalar kəndi həm də Qazax rayonunda ərazisinə görə, əhalisinin sayına görə 3-cü böyük kənddir. Daşdalar kəndi, sonra Çaylı kəndi, sonra da bizim Kosalar kəndidir. Qazax rayonunda kəndlərin hər birində özünə məxsus tanınmış adamları olubdur. Məsələn, Məmməd Koxa deyəndə Daşdağlı kəndi yada düşür. Kosalar deyəndə və yaxud da Məşədi İbrahim deyəndə Kosalar yada düşür. Məşədi İbrahim Kosalar kəndində doğulub dünyaya göz açıbdır. O, xeyriyyatçı bir insan olubdur. Bir məqami, bir faktı desəm yerinə düşər. Demək ki, onun çoxlu tikililəri olubdur, binaları olubdur, karvansarası olubdur, bazarı olubdur. Hətta Qori müəllimlər seminariyası Tiflisdən köç eləyib gələndə Qazaxda dayanır müəyyən səbəblərdən. Orada Firidun bəy Köçərli deyir ki, əgər biz nə olaydı, burada bir yer olaydı, seminariyanı burada saxlayardıq. Çünki yollar, izlər qorxuludur. Onda həmən Məşədi İbrahim dediyim irəli durur. Deyir ki, mən 17 otaqlı binamı verirəm Qori müəllimlər seminariyasına, qoy Qazax ziyallaşsın. Bəli, Qazax da ziyallaşdı. Oradan kimlər təhsil almadı? Səməd Vurğun, Osman Sərvəlli, Hüseyin Arif, Meyit Hüseyin, bütün hamısı, o böyük alimlər, şairlər hamısı oradan bəhrələndi. Və mən ona görə də o mühitə gətirirəm.
Elə bir insana tər şeir yazmayasan. Mən Məşədi İbrahimə bir 3 bənddə şeir yazmışam. O şeiri burada desəm yəqin ki yerinə düşər. Orada mən deyirəm ki, gərək bildi elmi təhsil ziyanı, Qazaxda saxladı seminaryanı. İşığa qərq etdi Azərbaycanı, mülkü təmənnasız verən insanı, Məşədi İbrahim tək kişilər hanı? Mahalda çox idi şanı şöhrəti, hamıya bəlli idi namus, qeyrəti. İsrafil ağı ilə oldu söhbəti, ay tanımayanlar yaxşı bil tanı, Məşədi İbrahim tək kişilər hanı? Rayət elmin gövhər kanı, sahavət mülkünün şahı sultanı, Allahın yanında cənnət məkanı. Axtarıb gəzsən də bütün cahanı, Məşədi İbrahim tək kişilər hanı? Hanı elə kişilər? Var olun. Rayət müəllim, siz həm də idman müəllimsiniz. İdmanla poeziya bir-birindən fərqli sahələrdir. Bu iki istiqamət sizin həyatınızda necə birləşdi? Elə onlar da birləşdirən sevgidir. Uzun illər gənclərlə işləyirsiniz. Onlarda həm idman ruhunu, həm də milli dəyərləri necə formalaşdırmağa çalışırsınız? Bəli, hər bir Azərbaycan müəlliminin, hər bir Azərbaycan şairinin, hər bir Azərbaycan ziyalısının elə əsas məsləhəti amalı olmalıdır ki, bizim uşaqlarımız, gənclərimiz milli ruhda böyüsünlər. İdman naziri Fərid Qayıbov tərəfindən mükafatlandırılmaq sizin üçün nə deməkdir? O anı necə xatırlayırsınız? Çox gözəl xatırlayıram. Əslində mənim Fərid Qayıbovla cənab nazirlə görüşüm mənim idman sahəsində gördüyüm işlərə verilən dəyər idi. Çünki həmin görüşdə Fərid müəllim demək cənab nazir məni Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman üzrə döyüş nişanı təltif eləmişdi. Bu da məndə çox təbii, xoş təəssüratlar yaratdı və gələcək işlərimdə daha böyük dönüş, həvəs yaratdı. Siz həm də idman himninin müəllifisiniz. Mən bildiyimə görə bu ideya necə yarandı və o himni yazarkən hansı hisslər sizi müşahidə etdi? Bəli, əslində orada da bir boşluq var idi. Çünki bizim idmanımızda, fiziki tərbiyə fənnində, dərsliklərdə demək ki, belə bir marş yox idi. Bu yenilikdir. Bu Azərbaycanda ilk yaranan fiziki tərbiyə marşıdır. Demək, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən də şahidnamə ilə deməli, müəllif hüquqları qorunur. Bütün nazirlər tərəfindən, Təhsil Nazirliyi, sonra İdman Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının çox hörmətli professoru Firat Hüseynov tərəfindən verilmiş gözəl bir rəy, hansı ki, həmən marş dərsliklərə salınması tövsiyə olunur. Demək ki, bizim Elm və Təhsil Nazirliyi mənim həmən marşıma göndərdiyim məktuba cavab olaraq mənə bir məktub ünvanlamışdı. Orada göstərir ki, həmən biz marşı demək ki, Təhsil Nazirliyinin nəşriyyatında çap olunması üçün növbədədir. İnşallah yəqin ki, bu yaxınlarda həmən marşımız da işıq üz görər. İnşallah, inşallah. İdman haqqında kitabınız da çap olunub. Bu kitabın əsas məqsədi nə idi? Oxucuya nəyə çatdırmaq istərdiniz? Demək, bu idman haqqında dastan mənim bu 3-cü kitabımdır. Bundan əvvəl mənim bir kitabım da olubdu. Öncə Vətən adlı bir kitabım. Bir də sonra Tanrı Sevdası. Və yaxud siz dediyiniz kimi Azərbaycan idmanı bu dastandır. Bu mənim 3-cü kitabımdır. Və bu dastanda mən böyük zəfərdən sonra elə bir hardasa idmançıların zəfərini tərənnüm verməyə çalışmışam ki, qoy xalqımız, gənc nəsillər görsün ki, bizim Azərbaycanın necə görkəmli idmançıları var. Rayət müəllim, gələcəkdə yeni kitab və ya marş layihəsi üzərində işləmək planınız varmı? Əlbəttə var, əlbəttə var. Söhbətimiz səmimi olduğuna görə burada səmimi bir fikrimi ifadə edəcəyəm inşallah. Demək, işlər çoxdur, mövzular çoxdur, qarşıda qoyulan məqamlar çoxdur, layihələr çoxdur. Ancaq onları işləyib, hazırlayıb, ictimaiyyətə çatdırmaq üçün biraz maddi imkansızlıq həmişə bizim qarşımıza çətinliklər yaradır. İnşallah o da düzələr yəqin ki. Rayət müəllim, son olaraq siz həm müəllim, həm də şair kimi gənc nəslə nəyi tövsiyə edərdiniz? Yəni, nə tövsiyə edərdiniz? Gənc nəslə mənim tövsiyəm ondan ibarətdir ki, mən istəyərəm ki, hamısına tövsiyə edirəm ki, uşaqlarımız, gənc nəsil sağlam böyüsünlər. Sağlam bədəndə, sağlam ruh olar deviz altında böyüsünlər. Çoxlu mütaliə eləsinlər. Bu sağlamlıqla, bu mütaliə, yəni fiziki inkişafla, əqli inkişaf birləşəndə böyük bir gözəl bir şey yaranır, kamillik yaranır, fiziki kamillik yaranır.
Mən gəncləri belə görmək istəyirəm. Və mən təbii olaraq elə o fiziki tərbiyə marşında elə bunları çatdırmağa çalışmışam. Elə bu şeir desəm yerinə düşər. Orada mən deyirəm ki, uşaq tək biz gəldik dünyaya deyə, bunun üçün borcluyuq təkcə Rəbbiyə. Vətəni qorumaq, abad etməyə gərəkdir bizlərə bədən tərbiyə, fiziki tərbiyə, bir də tərbiyə. 6-dır hərəki, əsas keyfiyyət, əyilmək, çeviklik, biri də sürət. Sürətsiz, dözümlük, bir də ki qüvvət. Gərəkdir bizlərə bədən tərbiyə, fiziki tərbiyə, bir də tərbiyə. Birləşək ölkədə bir məslək deyə, fiziki kamillik, yüksəliş deyə. Düşməni əzməyə bir ordu deyə, gərəkdir bizlərə bədən tərbiyə, fiziki tərbiyə, bir də tərbiyə. Bundan gözəl, bundan böyük amal olarmı? Çox sağ olun. Rayət müəllim, bugünkü günü səmimi söhbətimizin qonağı olduğunuz üçün sizə sonsuz təşəkkür edirəm. Allah sizi elimizin, obamızın üstünə nə isə eləməsin, nə yaxşı ki, qazağımızın sizə kimi dəyərli, gözəl insanları var. Var olasınız. Çox sağ olun. Mən də hər birinizə təşəkkür edirəm. Xüsusilə bu gözəl bizə çəkilişə şərait yaratdığına görə Zirvə Şadlıq Evinin, Zirvə restoranının rəhbərliyi, onun rəhbəri Şahik müəllimə xüsusi təşəkkürümüzü bildiririk ki, bizim üçün belə bir gözəl şərait yaratdı. Və sonda istəyirəm ki, bir oxuculara, tamaşaçılara bir şeirimi təqdim edeyim. Buyurun. Deyir uzaq getməz, haq yolunu azanlar. Don geyinib, ayaq altı qazanlar. Aya, qaynayacaq, gör nə qədər qazanlar. Oğulsansa bu qaynara döz indi. Şərqi dedi, nəğmə qoşdu ozanlar. Arif olan bu hikməti tez anlar. Yazılmamış, gör nə qədər dastanlar. Deyilməmiş, gör nə qədər söz indi. Ay həyat, nə oldu sevib seçdiyim? Qızıldan əyninə paltar biçdiyin. Zəhər oldu şərab bilib içdiyin. Heç qalıbmı? Ürəyində közündü. Sağ olun Var Rayət olun. müəllim. Allah ömür versin. Sağ olun. Bir daha təşəkkür edirik. Sağ olun.